Bismillahirrahmanirrahim. Hazret Mevla-i Muttaqin Aleyhisselam'ın şücaətli, qəhrəman, sərkərdəsi, bayraqdarı Hazret Abbas Əbülfəz Aleyhisselam'ın Mevlud günüdür. Bu Mevlud günü münasibətilə bütün Əhl-i Beyt aşiqlərinə təbrik deyirik. Hazret Əbülfəz Aleyhisselam haqqında elə bir kəlmə ilə Mevla-i Muttaqin Aleyhisselam'ın buyurduğu kəlamı bizler üçün, düşünən insanlar üçün kifayət eləyər. Hazret buyurur ki, İnnəl Abbas ibn Ali zaqqal alimə zaqqa. Həqiqətən Abbas elmi tam xırdalığı ilə əxz eləmişdi. Tam xırdalığı ilə elmə sahib olmuşdu. Əgər biz diqqət eləsək, bu hədisdə zaqqa sözü gəlib. Zaqqa sözü quşun balasına dimdiyi ilə yemək yedirməsinə deyilər. Yəni xırda görsən ki, kuş tapdığı bir şeyi gətirib balasına yedizdirir. Yəni Həzrət Əbülfəz Aleyhisselam o elmə sahib olmuşdu ki, bütün xırdalıqları ilə o elmi əxz eləmişdi. Həzrət Əbülfəz Aleyhisselamın həyatına baxsaq, həyatındakı onun şücaəti hətta cavan yaşlarında da Siffeyn döyüşlərində də özünü göstərmişdir və Siffeyndə özündən yaşca böyük tanınmış Muaviyə tərəfindən sərkərdə kimi olan bəzi Bəni Ümmeyyə sərkərdələrin də həlak eləmişdi. Bu haqda tarixə əgər diqqət eləsək, biz bunları görə bilərik. Həzrət Əbülfəz Aleyhisselamın İmam Hüseyin Aleyhisselamla müəyyən yaş fərqləri var idi ki, məşhur budur ki, 26-cı Hicridə Həzrət Mədinəyə dünyaya gəlmişdir və çarşənbə günü dünyaya gəlmişdir və Həzrət Hüseyin Aleyhisselamın bu vaxtı 22 yaşı var idi. Yəni 22 yaş fərqləri var idi. Amma bir dəfə də olsun Həzrət Əbülfəz Aleyhisselam Həzrət Hüseynə qardaş deməmişdir. Həmişə ağa deyərək müraciət edibdir və Kərbəlada fəqət bu isti qumların üstündə Həzrətə qardaş Hüseyn deyərək müraciət eləmişdir. Həzrət Əbülfəz Aleyhisselamın bir ləqəbi Babil Havaicdir. Babil Havaic yəni hacətlər qapısıdır. Həm də Həzrət Əbülfəz Aleyhisselam Babil Həsən və Hüseyn. Yəni o dövrdə Həzrət İmam Həsən Aleyhisselama, Həzrət Hüseyn Aleyhisselama kiminsə nəsə dilə sözü olurdu, işi düşürdü, bir ehtiyacı olurdu. Gəlirdilər Əbülfəz Aleyhisselama deyərdilər. Və Həzrət Əbülfəz Aleyhisselam gələrdi, İmam Həsən, İmam Hüseyn Aleyhisselama deyərdi və onların istəklərini əmələ aşırırdılar. Bugün də baxırsan ki, Babil Havaic Həzrət Əbülfəz Aleyhisselamı ziyarət eləyəndə bir çoxları gedərlər imama görə Həzrət Hüseyn Aleyhisselamı ziyarət eləyir. Ondan sonra Həzrət Əbülfəz Aleyhisselamı ziyarət eləyir. Bu ola bilsin, onun imamətə olan eşqi, məhəbbəti və ehtiramı bu öz yerində gözəl. Amma bəzən də görürsən ki, möminlər Həzrət Əbülfəz Aleyhisselamı ziyarət eləyər, sonra Həzrət Hüseyni ziyarət eləyər. Niyə? Çünki Həzrət Əbülfəz Aleyhisselam bir qeyd etdiyimiz kimi Hüseynin qapısıdır. Hüseynin o necə deyirlər, dərdli insanların keçəcək qapısıdır. Həzrət Əbülfəz ziyarət olunar və Həzrətə dərdin söyləyərlər və deyərlər ki, ey hacətlər qapısı, səndən gəlmişəm ki, mənim dərdimi Hüseynə deyəsən. Odur ki, Həzrət Əbülfəz Aleyhisselamı dərdli insanlar həmişə hacət qapısı bilib ona dərdləyin deyiblər. Biz də bugünkü gündə bütün möminləri onların arzularını istəyirik Həzrət Əbülfəz Aleyhisselama çatdıraq. Yəni, möminlərin dərdi nədir? Ya Abbas, ya Əbülfəz. Bütün dünya möminlərin ilk istəyi budur ki, Allahumma kulli valiyyik. O duanı ki oxuyuruq. Ya Əbülfəz, Allahdan istəyin ki, dünyaya tezliklə Həzrət Hüccəti gətirsin və yer üzərində ədaləti bərqərar eləsin. İlahi bir hakimiyyətə hakim qərar versin və bir çox ürək qəlblərdə olan istək də budur ki, Allah bütün möminlərin günahlarını bağışlasın, xəstələrə şəfa kəramət eləsin və hər kəsin ki, həyatda nə çətinlikləri, arzuları var, onları inşallah tezliklə həyata keçirsin. Allah bizi dünya, axirətdə Həzrət Əbülfəz Aleyhisselamdan məhşur eləsin inşallah.